Selamünaleyküm. Hamını salamlayıram. Azərbaycan Respublikasının Cənab Prezidentini sizə salamlayıram. Vətəndaş kimi Yusuf Elmir Elmanoğlu Yevlax şəhər Cahangir şəhər 67-də yaşayan, Yevlax şəhərinin vərəm dispanserinin təzə direktor təyin olunubdur. Heç bir xəstəlikdən başı çıxmır. Adamım var deyib oturub burada. Şəhid ailələrə, qazilərə heç birinə münasibət yaxşı göstərmir. Mən özüm ağciyər xəstəsiyəm. 14 il pensiyalıram. Mənim pensiyamı kəsilmək üçün Cənab Prezidentə məktub yazmışdım sizə. O məktubun cavabında Bakıda deyil mənim adamlarım var. Sağ heç bir şeyə düşmürsə pensiya. Hal-hazırda mən ağciyər xəstəsiyəm. Özü də vəziyyətim pisdir Cənab Prezident. Deyir kimə deyirsən deyə. Mən dedim Cənab Prezidentimiz var. Azərbaycan Respublikasının prezidenti var. Mən vətəndaş kimi müraciət edəcəm. Vətəndaş kimi sizə bir müraciət edirəm Cənab Prezident. Xahiş edirəm sizdən. Bir köməklik göstərəsiniz. Belə bu həkimlikdən heç bir başı çıxmır. Pulla gəlib, pul gücünə gəlib Yevlax şəhərinə. Regional baş həkim qoyublar bunu. Regional baş həkimin heç bir bunun qaydası yoxdur, aidiyyəti yoxdur. Bundan baş həkim olmaz. Cənab Prezident, bu Bakıda girmə adamlarım var. Ona öyle gəlmişəm bura. Mənə heç kim deyir, heç kim deyə bilməz. Gedirəm, orada bir sanitar var, Rəfiq adında. Bunu katibə götürüb özünə. Hamını orada bir-birini satır. Hamıya bir də orada baş həkimə satır. O bunu eləyir, o bunu elədi, bu bunu elədi. Heç nədən yalandan hamıya şər atır. Özü qavağa getmək üçün. Xahiş edirəm Cənab Prezident. Bizə köməklik eləsiniz və o həkimi orada komissiya göstərəsiniz. Məndən də pul istədilər. 1000 manat pul istədilər, mənim də 1000 manat pulum olmalıdır. Hal-hazırda mən 4 günlük yatmalıyam xəstəxanada. Mənim o Rəfiqə adlı sanitar da getdi məndən satdı. Məni qoymadılar bu gün ki, o ora yaramır. Güya mən nadiş xəstəyəm. Yalan deyirlər. Pulum olmadığına görə məni götürmədilər. Xahiş edirəm Cənab Prezident, Yevlax şəhərinin vərəm dispanserinin baş həkiminin bir tədbir görəsiniz. Bu özünə çox arxeyndir, şəhid ailələrine, qazilərə və xəstələrə özünü yaxşı münasibət aparmır. Çatanla elə danışır ki, güya ki, bu Azərbaycanın obşi banisaların baş həkimidir. Xahiş edirəm, köməklik eləyəsiniz, Cənab Prezident. Sizdən böyük vətəndaş kimi, sizdən xahiş edirəm, bir xəstə kimi. Mənim də anam var, 2 evladım var. Qardaşım Qarabağ əldir, qardaşım oğlu qazidir. Özüm hal-hazırda xəstəyəm, ağır xəstəyəm. Bax bu yanıma, bax qufquru qurmuşam, görürsünüz, qufquru. Xahiş edirəm ki, mənə köməklik eləsiniz. Mən nə pensiyanı təyin elətdirmir, nə də mənim müalicə olunmağa qoymur banisəyə. Xahiş edirəm, sizdən köməklik göstərirəm. Sağ olun, Allah sizdən razı olsun. Cənab Prezident, Allah köməyiniz olsun. Tez bir zaman sizdən cavab gözləyirik.